Ev üsulu mutaki istəyirik. O zaman buyurun resept. 2 stəkan yarım un, 1 çimdik duz əlavə edirik. Üzərinə 1 paket qabartma tozu, 1 paket vanil əlavə edib 125 qram çərə yağını süzgəcin gözündən keçiririk. Sadəcə burada diqqət etmək lazımdır ki, kərə yağımız soyuq halda olsun. Əlimizdə biraz umac formasına gətirib üzərinə soyuq şəkildə xama əlavə edəcəyik. Xama 200 qram yağlı və soyuq vəziyyətdə olmalıdır və xəmirimizi yoğururuq. Xəmirimiz yumuşaq və biraz ələ yapışan olmalıdır və 40 dəqiqə üzərini örtüb 40 dəqiqə ərzində soyuducuda saxlayırıq və keçirik içliyə. İçlik 13 xörək qaşığı əslində qoz belə xırdalanmış formada. Mən həm süzgəcdən keçirdim, həm də doğradım, amma məndə biraz artıq oldu. 9 xörək qaşığı da ona şəkər tozu əlavə edib, bir yumurtanın ağını əlavə edib qarışdırırıq. Yumurtanın sarısını isə saxlayacağıq üstünə vurmaq üçün. Qarışdırdıq və 40 dəqiqə sonra xəmirimizi götürüb eyni bərabərdə 4 hissəyə bölürük. Hər hissədən isə göstərdiyim kimi 8 yerə ayırıb bu formada baxın eyni bərabərdə yayıb 8 hissəyə ayırırıq. Və içliyimizi əlavə edirik. Siz zövqə görə nə qədər istəyirsə o qədər əlavə edin. Mən biraz artıq etdiyimə görə çox əlavə etmişəm, amma siz az əlavə etsəz daha gözəl görünüşdə olacaq. Və onu da bildirim ki, bu xəmirə içlik olaraq istənilən ağ pendir, Holland pendiri, ət qiyməsi də əlavə edə bilərsiniz. Çox gözəl alınır. Üzərini yumurtalayıb sobaya göndəririk. Budur. Ev üsulu mutaki nuş olsun. Video yararlı oldusa bəyənməyi, rəy yazmağı və sev etməyi unutmayaq. Hər kəsin qarşısına çıxsın.